Hər vaxtınız xeyir. Bugün birlikdə çox maraqlı, amma bir o qədər də deyərdim ki, çaşdırıcı bir mövzuya toxunacağıq. Avropa ideyası əslində nə anlama gəlir? Gəlin elə bu sualdan başlayaq. Avropa nədir? İlk baxışda çox sadə bir sual kimi görünür. Elə deyilmi? Amma biraz dərinə getsək görəcəyik ki, cavab heç də asan deyil. Yaxşı, gəlin bu sirri birlikdə açmağa çalışaq. Baxın, məsələnin mərkəzində çox maraqlı bir ziddiyyət dayanır. Bir tərəfdən Avropanın dünyaya təsiri, yəni siyasi və mədəni təsiri həqiqətən də çox böyükdür. Amma digər tərəfdən Avropanın öz kimliyi o qədər də aydın deyil. Sərhədləri haradan başlayıb harada bitir. Onları birləşdirən əsas şey nədir? Bax, əsl paradoks da elə budur. Elə isə gəlin araşdırmamıza bu paradoksla başlayaq. Avropa paradoksu. Bu qədər təsirli, amma eyni zamanda bu qədər də müəmmalı. Görəsən, bu necə ola bilər? Bu sualın cavabını tapmaq üçün ilk ipucunu tarixdə axtarmalıyıq və burada bizi bir sürpriz gözləyir. Avropa tarixi adətən düşündüyümüz kimi bir birləşmə hekayəsi deyil. Əksinə, bu, davamlı bir parçalanma və mübarizə hekayəsidir. İkinci hissəmiz, parçalanma tarixi. Bəli, Avropanı zorla birləşdirmə cəhdləri həmişə olub, amma demək olar ki, həmişə də uğursuzluqla nəticələnib. Gəlin sürətli şəkildə baxaq niyə. Bu zaman xətti sanki hər şeyi özü danışır. Roma imperiyası cəhd etdi, amma ortaq bir Avropa kimliyi yarada bilmədi. Sonra Böyük Karl gəldi, amma onun da imperiyası qısa müddətdə dağıldı. Napolyon bütün qitəni fəth etməyə çalışdı, nəticəsi isə daha da güclənən millətçilik oldu. Hətta Vestfaliya sülhü kimi müqavilələr belə əslində milli dövlətləri gücləndirərək parçalanmanı daha da dərinləşdirdi. Və bütün bu parçalanmanın faciəvi zirvəsi nə oldu? İki dəhşətli dünya müharibəsi. Yaxşı, bəs niyə heç kim bacarmadı? Bu sitat məsələni çox gözəl izah edir. Avropa həddindən artıq mürəkkəb, çoxsaylı fərqli parçalardan ibarət bir mozaikadır və heç bir imperatorun gücü bütün bu fərqlilikləri zorla bir araya gətirməyə çatmayıb. Deməli, əgər birlik zorla mümkün deyilsə, bəlkə başqa bir yol var. Deməli, tarix bizə aydın bir Avropa tərifi vermədi. Bəlkə cavabı coğrafiyada axtarmalıyıq. Gəlin xəritəyə baxaq. Avropa harada bitir? Yəni, əgər tarix bu qədər qarışıqdırsa, xəritədə dəqiq bir xətt çəkmək ümumiyyətlə mümkündürmü? Görünən odur ki, bu da asan deyil. Çünki Avropanın sərhədləri təkcə dağlar və çaylarla deyil, həm də tarix və siyasətlə çəkilib. Ən böyük baş ağrısı isə şübhəsiz ki, şərq sərhədidir. Ural dağları deyirik, amma bu dağlar Rusiyanın düz ortasından keçir. Bəs Qafqaz ölkələri coğrafi olaraq Asiya ilə Avropanın qovuşuğundadılar. Və əlbəttə, Türkiyə məsələsi. Torpaqlarının böyük hissəsi Asiyadadır, amma tarixi və siyasi olaraq özünü Avropanın bir parçası hesab edir. Gördüyünüz kimi, xəritədə bizə dəqiq bir cavab vermir. Deməli, nə tarix, nə də coğrafiya bizə tam kömək edə bildi. Yaxşı, bəlkə də cavabı insanlarda, onların kimliyində axtarmalıyıq. Gəlin ən mürəkkəb hissəyə keçək. Avropa kimliyi əslində nədir? Avropalı deyəndə çox vaxt ağlımıza ilk gələn şey milli stereotiplər olur. Düzdürmü? Bu, fərqliliklərin və bəzən də aradakı anlaşılmazlıqların ən bariz nümunəsidir. İndi isə gəlin çox maraqlı bir sorğunun nəticələrinə baxaq. Görün, Avropalılar bir-birləri haqqında nə düşünürlər. Almaniya demək olar ki, hamı üçün həm ən etibarlı, həm də ən təkəbbürlü və ən az mərhəmətli ölkədir. Çox qəribə bir ziddiyyətdir. Ən maraqlısı isə odur ki, fransızlar hətta özlərini belə ən təkəbbürlü hesab edirlər. Bu cədvəl əslində münasibətlərin nə qədər mürəkkəb olduğunu göstərir. Amma bütün bu stereotiplər, bu zarafatlar hekayənin sadəcə bir üzüdür. Gəlin indi daha dərinə gedək. Onların əslində nəyə dəyər verdiklərinə baxaq və burada, inanın, çox təəccüblü və gözlənilməz bir mənzərə ilə qarşılaşırıq. Və budur, baxın. Bütün o fərqliliklərin, milli qürurun və stereotiplərin altında yatan ortaq zəmin. Dəyərlərə gəldikdə, Avropalılar demək olar ki, eyni dildə danışırlar. Sülh, insan hüquqları və demokratiya. Deməli, Avropa kimliyinin əsl təməli əslində budur. Bütün bu ortaq dəyərlər isə yeni bir anlayış formalaşdırır. Avropalılıq. Bu, sadəcə Avropa İttifaqının üzvü olmaq demək deyil. Bu, daha çox bütün qitədəki insanları bir-birinə bağlayan ortaq bir düşüncə tərzi, ortaq bir baxış bucağıdır. Yaxşı, bəs bu Avropalı konkret olaraq nə deməkdir? Gəlin 3 əsas sütununa baxaq. Siyasi olaraq, demokratiya və insan hüquqlarına sarsılmaz inam. İqtisadi olaraq, həm azad bazarları dəstəkləmək, həm də güclü sosial təminat sistemləri ilə vətəndaşlara sahib çıxmaq. Və sosial olaraq, dinin dövlətdən ayrı olması və fərdin azadlıqları ilə cəmiyyətin ümumi rifahı arasında bir tarazlıq axtarışı.
Beləliklə, bütün bu analizdən sonra gəldiyimiz nəticə nədir? Bəlkə də Avropa coğrafi bir məkan deyil, heç vaxt tam bitməyən, davamlı inkişafda olan bir fikirdir, davam edən bir layihədir. Baxın, Avropanın əsl mahiyyəti məhz bu daimi gərginlikdədir. Bir tərəfdə bizi ayıran qüvvələr var. Onlarla fərqli dil, dərin tarixi köklərə malik mədəniyyətlər, bəzən yüksələn millətçilik, digər tərəfdə isə bizi birləşdirən qüvvələr, Avropa İttifaqı kimi qurumlar və ən əsası getdikcə güclənən o ortaq dəyərlər. Avropa bu iki qüvvənin daimi mübarizə apardığı bir məkandır. Nəticə etibarilə başladığımız o sirli sual, Avropa nədir? Əslində cavabsız bir sual deyil. Sualın özü cavabdır. Avropa artıq tikilib bitmiş bir bina deyil, hələ də davam edən bir inşaatdır. O, bir mənzil yox, səyahətin özüdür. Bəlkə də Avropanın zəifliyi kimi görünən bu daimi özünü axtarış, bu qeyri-müəyyənlik əslində onun ən böyük gücüdür. Bəlkə də məhz bu bitməyən mübarizə onu hər zaman canlı, dinamik və dəyişməyə hazır saxlayır. Bu haqda düşünməyə dəyər.